Deməli, bugünkü dərsimiz İngiltərə 11-16-cı əsrdə Fransanı keçdik. İndi İngiltərə. Fransa ilə İngiltərə bir-birindən bağlıdır. Ona görə diqqət edin. Deməli, 5-ci əsrdə, 5-ci əsrin əvvəllərində Anglo-Saks tayfaları İngiltərəni işğal edir. Haranı işğal edirlər? İngiltərəni. Və 7 krallıq meydana gəlir. Deməli, 7 krallıq nə vaxt yaranır? 5-ci əsrin əvvəllərində. Sonra Vikinglər gəlir 9-cu əsrdə İngiltərənin bir hissəsini işğal edirlər. Və həmin yerdə Anglo-Sakslar yaşayırdı. Anglo-Sakslarla Vikinglər birləşirlər və nəticədə İngilislər adlanırlar. Nə vaxt 9-cu əsrdə? Bir də deyirəm, 7 krallıq nə vaxt meydana gəldi? 5-ci əsrdə. Anglo-Saks tayfalarının İngiltərəni işğal eləməsindən. Bəs nə vaxt Anglo-Sakslarla Vikinglər qaynaşır, İngilislər adlanırlar? 9-cu əsrdə. İngiltərədə vahid krallıq nə vaxt yaranır? 9-cu əsrin sonlarında. Və bu krallıq nə adlanır? İngiltərə adlanır. Deməli, İngiltərədə vahid krallıq 9-cu əsrdə yaranır. Gəlin yadımıza salaq. Fransa, Almaniya, İtaliya krallıqları nə vaxt yaranmışdı? 843-cü ildə Verden müqaviləsinin nəticəsində yaranmışdı. Normanlar gəlməmişdən qabaq ingilislər kiçik bir kənddə yaşayırdılar. Hər bir ailənin özünə məxsus bahay torpağı var idi. Amma elə bil ki, ortaq bir yer var idi ki, orada gəlib mal-qaranı ağarırdılar, otarırdılar. Hər bir kəndin qanunların nəzarət etmək üçün şerifi vardı, yəni bildiyimiz polisi var idi. Müharibə zamanında kralın komandanlığı ilə işğalçılara qarşı gedib vuruşurdular. Gəldik Norman işğalına, Fransada da demişik, 1066-cı ildə. 10-cu əsrdə Vikinglərin bir hissəsi olan Normanlar. Normanlar kimlərdir? Şimal adamları adlandırırlar. Gedirlər hara? Fransanın şimalında məskunlaşırlar. Və Fransada dediyimiz kimi Fransanın şimalında nə yaranır? Normandiya hersoqluğu yaranır. Həmin vaxt Normandiya hersoqu kim idi? Wilhelm. Güya dedi ki, mənim İngiltərə taxtına iddiam var. Niyə dedi mən İngiltərə taxtını ələ keçirməliyəm? Güya vəfat etmiş İngiltərə krallığı ilə qohumluq əlaqəsi var idi. Və 1066-cı ildə Hastings döyüşü olur. Wilhelmin Normandiyadan İngiltərəyə hücum etməsi. Normandiya hardaydı? Fransanın şimalında. Hastings döyüşü nəticəsində İngiltərə kralının piyadalardan ibarət Anglo-Saks qoşunu məğlubiyyətə uğradı. Və İngiltərəni işğal edib Londonu tutur və özünü İngiltərə kralı elan edir. Neçənci ildə? 1066-cı ildə. Hansı döyüşün nəticəsində? Hastings döyüşünün nəticəsində. Hansı ərazini tutur? Londonu tutur. Baxın, Hastings döyüşü Norman oxçularının hücumları ilə başlayır. Lakin çox da uğurlu olmur. Deməli, kimlərin hücumlarından başlayır? Norman oxçularının. Amma uğurlu olmur. Çünki Anglo-Saksın geniş qalxanları onları qoruyur. Anglo-Saks elə bil ki, qalxanlarına bu oxçuları qoruyurlar. Normanların piyada və süvarilərə sonraki hücumunda dəfl olunur. Bunu oxuyursunuz özünüz. 11-ci əsrin ikinci yarısında Norman işğalının nəticələri var İngiltərə üçün. Amma siyasi və sosial nəticələri var. Bunları fərqləndirməliyik. Siyasi nəticəsi nə oldu? İngiltərədə mərkəzləşmiş dövlətin əsası qoyuldu. 1. 2. Kralın hakimiyyəti gücləndi. Çünki gedib işğal edir axı. 3. Ölkənin birliyi möhkəmləndi. Bu siyasi nəticəsidir. Götürüb deyə bilər ki, İngiltərəni, Norman işğalının İngiltərə üçün siyasi nəticəsidir. Götürüb edə bilər, feodallaşma prosesi başa çatdı. Xeyr, feodallaşma prosesinin başa çatması sosial nəticəsidir. Gəlib sosial-iqtisadi nəticələrə baxaq. 1. Kəndlilər daha da pisləşir. Niyə? Təküncü vəziyyətinə düşürlər. 2. Feodallaşma prosesi başa çatır. 3. Daxili və xarici ticarət genişlənir. Gəlin bir də baxaq. Norman işğalının İngiltərə üçün siyasi nəticələr nələr oldu? Sosial-iqtisadi nəticələr nələr oldu? Siyasi nəticələr mərkəzləşmə başa çatdı. Kralın hakimiyyəti getdikcə daha da güclənir və ölkənin birliyi möhkəmlənir. Çünki artıq vahid şəkildə 1066-cı ildə gedir hücum eləyir. Sosial-iqtisadi nəticələr nə olur? Feodallaşma prosesi tamamilə başa çatır. Kəndlərin vəziyyəti pisləşir. Niyə? Təhkümlü halına düşürlər. Daxili və xarici ticarətdə genişlənir. Gəlin indi nəzər saraq 1-ci Wilhelmə. 1-ci Wilhelmin hakimiyyət illəri nə vaxtdır? 1066-dan 1087-yə qədər. Bir də deyirik. Nə vaxtdır? 1066-dan 1087-yə qədər. Baxın, səhv salmayın. Fransadan kimlərin adını eşitdik? 4-cü Gözəl Filip eşitdik, bir də Ludovik eşitdik. Qutardı, getdi. Gəlin indi İngiltərədən. 1-ci Wilhelm 1066-1087, bir də deyirəm 1066-1087-ci ildə. 1-ci Wilhelm bir sıra tədbirlər həyata keçirir. 1. Bütün ölkə deyir ki, hamısı kralın mülküdür. 2. Norman cəngavərlərinə, hansı ki demişdik şimalda məskunlaşmışdılar, gətirib torpaq bağlayır. 3. Bütün zadəganları İngiltərənin yeganə hökmdarı kimi ona sədaqət and içməyə məcbur edir.
Deyir ki, mənə hamınız sədaqət and içməlisiniz. Zadəganlardan söhbət gedir. Yəni deməli Zadəgan haqqında islahat veribdi. Bunu Rusiya İmperatoru Yekaterina'ya oxşar götürə bilərik. Sonra İngiltərədə necə oldu kral hakimiyyəti möhkəmləndi? Çünki kral ən böyük torpaq sahibi idi. Onun vassalları vardı. Bu torpaqların da çox hissəsini öz vassallarına paylamışdı. 2. Dedi 3 əhalini siyahıya aldı. Aha, buna diqqət edin. İngiltərədə bu əhalini və əmlakı 1-ci Wilhelm siyahıya alır. Demə məsələn, sual düşdü ki, İngiltərə əhali siyahıya aldı. Nə vaxtda? Siz onu fikirləşməlisiniz 1-ci Wilhelmin hakimiyyət illərini 66-87-yə kimi deməli siyahıya almışdı. Bu Roma dövründən sonra ilk siyahıya almaydı Avropada. Deməli, Romadan sonra ilk siyahıya almanı Roma dövründən sonra kim həyata keçirib? İngiltərədə 1-ci Wilhelm həyata keçiribdi. Sonra vergi sistemini kral məhkəməsini təkmilləşdirir. Məhkəmə islahatını Fransada da keçirmişdilərmi? Bəli, keçirmişdilər. Deməli, hər ikisinin ortaq cəhədidir. Mülki idarəçi ilə kilsəyə keçmiş adamları ləğv edib, yəni yerliləri. Kimlərinkini qoyur? Normanları qoyur. Deməli, hakim təbəqənin ağarı bütünlüklə dəyişir. Bayaq dediyimiz kimi İngilis kəndlərini təhkimli vəziyyətinə salır. Amma buna diqqət edeyim. İngiltərədə az da olsa azan kəndlilər var idi. Yəni desək ki, hamısı təhkimli idi, yoxdur. Bütün torpaqların 7də biri, şəhərlərin də çoxu demək olar ki, hamısı kralın idi. Bütün feodallar kralın vassalı idilər. Feodal nərdivanı da keçmişdik də Qərbi Avropada. Kral, ikinci hersoq kral, sonra baron, sonra cəngavər. Feodallar krala xidmət edirdilər, həmçinin vergi ödəyirdilər. Bunu bildik. Buna diqqət edin. Əvvəllər fransızca danışan normanlar, sonra Anglo-Sakslarla istər-istəməz qohumluq əlaqələri olur. Və bu da yeni İngilis mədəniyyətində birləşir. Deməli, Normanlarla Anglo-Sakslar nə arır? Qaynayıb qarışır və yeni İngilis mədəniyyətində birləşirlər. Orta əsr İngiltərə şəhərlərinin xüsusiyyəti. İngiltərədə şəhərlər digərlərindən fərqli cəhətləri var. Şəhərlər hələ Norman işğalından əvvəl var idi. Norman işğalı 1066-dan artıq gedir. 1-ci Wilhelm işğalı hələ ondan əvvəl var idi Norman işğalı. Yəni 11-12-ci əsrdə. Sənətkarlıq və ticarət inkişaf eləmişdi. Baxın, orta əsr şəhərlər kralın mülkü idi. Buna görə də, buna diqqət edin. Fransadan fərqli olaraq şəhərlər özünü idarə hüququ ala bilməyib. Deməli, Fransada şəhərlər özünü idarə edə bilirdi. Amma İngiltərədə bu belə deyildi. Çünki hamısı kralın idi. Bunu 100% əzbərləyim. Gəldik 2-ci Henrixə. 1066-1087 kim oldu? 1-ci Wilhelm oldu. 1154-89 kimdir? 2-ci Henrixdir. 2-ci Henrixin hakimiyyəti dövründə kral hakimiyyəti güclənir. Desək ki, 2-ci Henrix Fransanın bəzi torpaqlarını İngiltərəyə birləşdirir, sual düşür, düzdür. Sonra hansı islahatlar keçirdi? Məhkəmə, hərbi və kilsə islahatları keçirdir. Deməli, gəldi 2-ci Henrixə 54-89 bunu dedi. Məhkəmə islahatı keçirdi. Məhkəmə islahatı keçirməsi Fransanın ortaq cəhətdir, bəli, ortaq cəhətdir. Sonra məhkəmə ilə bağlı qərar verilməsi 2-ci Henrixin 1-ci Wilhelmlə ortaq cəhədidir, bəli, ortaq cəhədidir. Sonra hərbi və kilsə islahatlarına gəlin baxaq. Birinci məhkəmə islahatına baxaq. Məhkəmə islahatında nə deyir? Məhkəmə islahatına görə kral məhkəməsi səlahiyyətlərini genişləndirmək üçün həyata keçirilmişdi. Hər bir adam müəyyən məbləğdə pul verirdi və kral məhkəməsinə müraciət edə bilərdi. Yəni ki, deyirdi ki, istəyirsinizsə mənim məhkəməmə müraciət edərsən, az miqdarda olsun pul ver, gəl mənim məhkəməmə müraciət elə. Məhkəmədə iş iclasçılar tərəfindən araşdırılırdı. Bu məhkəmə islahatı nəticəsində bütün İngiltərə üçün artıq vahid kralın hüquqları yarandı. Kralın məhkəməsində səlahiyyətləri artır. Artıq bu qanunlar bütün İngiltərəni əhatə etdiyi üçün yerli qanun məcəllələrini əvəz edir. Gəldi 2-ci Henrixin hansı islahatına? Hərbi islahatına. Məhkəməni dedik. Nə dedi məhkəmə islahatına? Dedi, müəyyən məbləğdə pul ver, gəl mənim məhkəməmdən istifadə edə. 2-ci Henrixin hərbi islahatı. Dedi ki, hər bir azad adam müəyyən bir silaha malik olmalıdır və kral çağırırsa, sən gəlib yürüşdə iştirak eləməlisən. Sonra feodallar krala hərbi xidmət göstərirdi, onun müddəti azalır. Aha, nə gəldi? Qalxan pulu. Bu çox vacibdir. Nədir qalxan pulu? Muzlu elə ki deyir ki, feodallar xüsusi vergi verməli idilər qalxan pulu. Qalxan pulu vergisinin hesabına kral hərbi xidmətə
muzlu cəngavərləri cəlb edirdi. Muzlu nədir? Pulla cəlb edirdi. Bu isə kralın baron qoşullarına asılılığını azaldırdı. Elə bil ki, hərbi xidmətin əvəzinə Türkiyədə necə bədəlli olur? Hərbi xidmətin əvəzinə qalxan pulu verirdilər. Yəni məcbur eləmirdi. Deyirdi qalxan pulunuzu verin. Bu qalxan pulun da əvəzinə gedirdi muzla, pulla əsgərlər tuturdu. Və bu isə kralın baron qoşullarından asılılığını azaldır. Yəni artıq kral baronlardan asılı olmur, azaldır yəni. Gəldik kilsə islahatına. Kilsənin üzərinə kral nəzarəti tətbiq eləmək istəyirdi, amma uğurlu olmur. İkinci Henrikin islahatlarının nəticəsi mərkəzləşməyə kömək elədi və kral hakimiyyətini gücləndirdi. Gəldik Böyük Azadlıqlar Xartiyasına. 13-cü yüzdə demişdik ki, 4-cü Gözəfil Roma papasına müharibə aparıbdı. İngiltərədə də kralla Roma arasında münaqişə baş verdi. Niyə? Çünki kilsənin işlərinə qarışmışdı, vergiləri artırırdı. Sonra papa İngiltərə kralının taxt-tacda məhrum olması haqqında fərman verir. Artıq bundan narahat olur ki, kral ona qarşı qalxacaqlar. Kral özünü papanın vassalı elan edir. Sonradan cəngavərlər, feodallar krala qarşı üsyan qaldırırlar və yenidən kral üsyançıların tələblərini qəbul etmək üçün 1215-ci ildə Böyük Azadlıqlar Xartiyasını imzalayır. İri feodallara geniş hüquqları verilir. Cəngavərlərə, şəhərlilərə, kəndlilərə məhdud hüquqları verilir. Buna diqqət edin. İri feodallara geniş hüquqlar verilir. Cəngavər şəhərlərə, kəndlərə məhdud hüquqlar verilir. Şəhərlərin azadlığını da təsdiq edir. Kral vassallarından və təbələrindən müəyyən edilən miqdardan artıq vergi ala bilməzdi. Bütün azad adamlar, kral məmurların özbaşınalığından qorunmalı idi. Bir də deyirəm, iri feodallara geniş hüquq verilir, cəngavərlərə, şəhərlərə, kəndlərə məhdud hüquq verilir. Kral artıq vergi ala bilməzdi. Bütün azad adamlar kralın özbaşınalığından qorunmalıydılar. Sonra dedik ki 1215-ci ildə Böyük Azadlıqlar Xartiyası, 1265-də də parlament çağırır. Kral Böyük Azadlıqlar Xartiyasında söz verir, bunların heç birini əməl eləmir və bu da müharibəyə səbəb olur. Və 1265-ci ildə İngiltərə tarixində ilk dəfə parlament çağırılır. Buna diqqət edin, çünki bundan sonra nə İngiltərə keçəcək, hamısı bu parlamentə bağlıdır. İngiltərədə parlamentdə kimlər idi? İri feodallar, ruhanilər, bir də cəngavərlər və şəhərlilər. Kral vergiləri ancaq parlamentdə razılaşıb təyin edə bilərdi. İngiltərə parlamentinin vergi təyin etmə hüququ var idi. 14-cü yüzillikdə isə artıq parlament qanunların iştirak etməsində də hüquq qazandı. Deməli, 1265-də parlament çağırılır. Parlamentdə cəngavərlərdir, şəhərlilərdir, feodallardır, ruhanilərdir. Kral vergiləri ancaq parlamentdən razılaşıb təyin edə bilərdi. Deməli, parlament vergiləri təyin edə bilərdi. Bu onsuz var idi. Amma 14-cü əsrdə isə artıq qanunların verilməsində iştirak elədi. Fransada keçmişdik 1358-ci ildə Jaklar üsyanı, 1381-də isə Uatalier üsyanı idi. 14-cü əsrdə qara ölümlə danışmışıq, əhalisinin çoxsunu itirir. Sonra epidemiya başa çatandan sonra qara ölümə görə vəbşi pis vəziyyətə düşmüşdülər və əhalinin sayı azalmışdı. Buna görə də kral amansız qanunlar qəbul edir. Nədir qanunlar? Deyir ki, torpağı və gəlir mənbəyi olmayan 12-60 yaşındakı bütün adamlar gəlsin aşağı əmək haqqı ilə işləsin. Kim ki imtina edir, bunlar ağır cəzalara məhkum qalacaqlar. Amansız qanunlar İngiltərədə vəziyyəti daha da pisləşdirir və narazılıqlara səbəb olur. Və Robin Hood haqqında rəvayətlər yaranır. 1381-ci ildə Uatalier üsyanıdır. Buna diqqət edin. Uatalierin Jak üsyanından fərqi nə idi? Jakın tələbləri yox idi, amma Uatalierin tələbləri var idi. Nə dedilər tələblərdə? Dedilər təhkimçilik ləğv olunsun, vergilər azaldılsın. Bir yarda nədir? Bir yarda məcburi işlətməkdir. Kral tələblərlə razılaşır, amma sonra hiləyə əl atır. Amma yenə də qorxurlar. Demişdi ki, Jak üsyanından sonra vergiləri artırmalı qorxurlar. Uatalierdən sonra nağarırlar. Vergiləri azaldırlar, amansız qanunları yumuşadırlar, kəndlər təhkimçilikdən azad olunması sürətlənir. Amma Jakla Uatalierin bir də fərqlərini deyirəm. Jakda tələblər yox idi, Uatalierdə var idi. Dedilər vergilər azaldılsın, bir yer və ləğv olunsun. Sonra dedilər ki, təhkimçilik ləğv olunsun. Həmçinin Uatalierdə sonra bir sıra islahatları həyata keçirdilər. Amma Jakir üsyanından sonra heç bir islahat həyata keçirmirlər. Gəldik nəyə? Al-Qızılgül və Al-Qızılgül müharibəsinə. Neçənci illərdə? 1455-85-ci ildə. Bu, İngiltərənin hansı dövlət arasında baş verməyibdir? İngiltərənin içərisində olan iki feodal qrup arasında baş verib. Al-Qızılgül və Al-Qızılgül. Və nəticədə 7-ci 55-85-ci illərdə Asant dilləri 55-85.
və nəticədə 7-ci Henrik Tudor qalib gəlir və Tudorlar sülaləsinin hakimiyyətə gəlir. Tudorlar sülaləsi nə vaxt gəlir? 1485-də. Nə vaxtsa kimi? 1603-də. 1603-də də İngiltərədə də Stuartlar sülaləsi hakimiyyətə gələcəkdir. Tudorlar sülaləsinin banisi kim olur? 7-ci Henrik olur. İri feodallara qarşı mübarizə aparır, feodalların hərbi dəstələrini ləğv edir. Və İngiltərədə mütləq monarxiyanın yaranması prosesi başlayır. Ağ-Qızılgül müharibəsi bitəndən sonra, yəni 1455-85, yəni 85-dən sonra mütləq monarxiyanın yaranması prosesi başlayır. Bunu bilin. Zadəganlar və orta təbəqə üzərinə az vergi təyin edir. Ona görə də onların hörmətini qazanır. Kim? 7-ci Henrikdən söhbət gedir. Burada İngilis xalqının formalaşmasından danışır, özünüz oxuyarsınız. 16-cı yüzillikdə İngiltərədə reformasiya baş vermişdi, kilsə dövlətə tabe olunmuşdu və Anglikan kilsəsi yaranmışdı. Deməli, Anglikan kilsəsi deyəcəm, hansı dövlətə aid xəritədə göstərin, İngiltərəni göstərəsiniz. Sonra gəldi Yelizavetə. İngiltərənin qızıl dövrü Yelizavetan dövrüdür. Hakimiyyət illəri 58-1603-cü ildə. Proteksionizm siyasətidir. Proteksionizm nədir? Proteksionizm xarici malları məhdudlaşdırır, öz mallarımızın daha çox satışına yönəldir. Məsələn, bunu belə izah edeyim. Tutaq ki, biz Trendyoldan əvvəl istədiyimiz qədər məhsul ala bilirdik. Amma indi eyni məhsuldan 3 dənəsini vura bilirik. Yəni ki, bu bizim malların satışını daha da artırır. Sonra dəniz ticarəti və müstəmləkələr uğrunda mübarizədə İngiltərənin əsas rəqibi İspaniya idi. İngiltərədə nə vardı? Dəniz quldurları. Yadınıza saxlayın, Yelizaveta dəniz quldurlarını və səyyahlarını himayə edibdi. Yelizaveta əmri ilə İngilis dəniz quldurları Amerikaya səfər edən İspaniya gəmilərinə hücum edibdi və bu da İspaniya ilə müharibəyə səbəb olubdu. İngiltərənin İspaniya həmişə bu dənizə görə, yəni ki, dəniz ticarətinə görə mübarizə aparıblar. Yelizavetanın dövründə də bu var. İspaniya ilə müharibə. Və elə bunun ardını danışım, oradan danışır. O bir səhifəni tak etmirəm. Və ilk dəfə olaraq məğlub edilməz Armadanı məğlubiyyətə uğradır Yelizaveta. 1603-də də hakimiyyəti bitirir və bununla da 1485-də Tudorlar sülaləsidir, 1603-də nədir? Yelizavetanın hakimiyyətidir. Yəni, onda belə nəticəyə gələr ki, 7-ci Henrikdən əvvəlkilər Tudorlara düşür, düşmür. Çünki Tudorlar 85-də gəliblər.